2, 5, 10. Uşaqlar, indi bu rəng məsələsində və audio məsələsində bir-iki şeylər qalıb. Gələk olaraq. Birinci uşaqlar sizə deyir ki, burada palitra anlayışı var. Palitra. Palitra rənglər çoxluğu deməkdir. Rənglər çoxluğu. Ümumiyyətlə bu bilərsiniz də, qızlar daha çox bilər. Palitralı insan dilləri, yəni rəngarəng giyinən insan. Rəybərək giyinirik, bax o palitra deməkdir, palitralı. Oğlanlar da maşından tuta bilər. Palirovka dilləri, maşını palirovka demək. Yəni palitra əsasında rəngdir. Palitra rənglər çoxluğudur. Bu yadınızda qalsın. Bu belə. Kadr bu fe'lin dərinin zadını dedim. Bundan sonra uşaqlar belə bir şey eləyəyimdir. Belə bir sual var idi qəbulda. Deyir ki, yaddaşda 50 bayt yer tutur və ağ-qara rəngli şəkildir. Bir piksellərin sayını müəyyən edin. Pikselin sayı deyəndə neyi tapmalıyıq uşaqlar biz? Rastrı. Yəni də yaddaş məsələsində neyi tapmalıyım indi burada? Ölçünü. Ölçü. Dedim ki, ölçü piksellərin sayıdır. Neçəyə piksellidir. Piksellərin sayını tapdığında, bax, dəstə də vurğuluram bunu. Ölçünün altına yazmışam. Bax, pikselin sayı. Ölçü piksellərin sayıdır. Pikselin sayını tapdığında, yəni ölçünü tap. Onda ölçü bərabərdir burada nəyə? Yaddaş böl en bit sayı. Yaddaşımız nə qədərdir? 50 bayt bölünsün. Ağ-qara rəngli şəkildirsə, hər rəng neçə bitdi? 1 bit. 1 bit. Bu baytdan da bitə keçmək üçün vurdum, 8 oldu bit. 50'yi 8'ə vuranda 400 piksel. Deməli, uşaqlar, mənim şəklim 400 pikseldən ibarət imiş. Aydınmı? Bəzən uşaqlar bunu belə də deyir. Deyir ki, bu kvadrat şəkildir, kvadrat. Deyir, bir tərəfin ölçüsünü tap. Kvadratsa bunun eni ilə uzunluğu bərabərdir də. Deməli, bu 20-nin 20-yə ölçülüymüş ki, 400 piksel edir də, 20 vurulsun 20 ölçülü. Yəni, bundan kök almalısan da. Aydındır. Bəli, mən. Texnikanın məntiq kitabı var, toplusu. Məntiqə. Yəni toplusu kimi suallar, imtahan sualları falan olur. Məntiq üçünə. Nizam müəllim işlədər axısı. Atmışdır da qrupa. Hə, TQDK-nın atır o. İnformatikanın. İnformatika deyirsən, məntiq deyirsən qardaş. İnformatika. Məntiq Dedin deyirsən. axı. Mən beynimdə İnformatika var. İnformatikanın belə test toplusu yoxdur. Hər mövzuya dair 20-20 sualı var kitabında. O da işləyirsin rahat onu. Birinci açılır deməm yəqin ki, olan cüməliylə. Görək də qismət. Nizam müəllimin əlində testi zadı yoxdur. Məcbur TQDK-nın testini işlədir. Biz axırda təkrar edəcəyik. Müəllim, kurs açılsa sizin onlayn qrup qalır, yoxsa hamı ənənəvi keçir? Ləğv edəcəm bütün onlayn. Həm eləməyin də ay sonuna qədər. Mənim eləməyin də. Sizdən icazə alacaq bu. Bilmirəm, görək də bir şey fikirləşəcək. Hələ bir açılsın. Açılmır, boş söhbətdir. Necə? Açılmır, boş söhbətdir. Bağlananda deyirsiniz bağlanmasın. Açılanda deyirsiniz açılmasın. Bu tələbələrin... Bir şeyə öyrəşdirirlər, sonra əlimizdən alırlar. Qalıq belə öyrəşdirməsinlər bilir. Açılsın inşallah. Təkrarın belə effekti zəif olacaq. Çünki qəbullar zətləri işləməliyik. Qəbulları vaxtla işləməliyik. Beləcə orada açasız kitabı zadı, fırladasız söhbətlər. Üzbəyüz yaxşıdır olsun. Yaxşı. Müəllim, onda deyərsiz metrolar da açsınlar. Yaxşı. Bizimkilər hamı orada işləyir. Tapşıracam da. Tapşırarsın. Amma yanında başqa nə olsun, belə iştahın çoxdur. Sən danış. Yaxşı, yaxşı. Soram gəlirik nəyə? Bu oldu bizim üçün ölçü söhbətini dedim. Bundan sonra uşaqlar, biz belə bir şey. Biz şəklin ölçüsünü həmişə, ümumiyyətlə şəklin fiziki ölçüsü dedik, 3 parametrlə ölçülür.
Düyüm, santimetr, bir də piksel. Bizim həmişə elədiyimiz məsələlərdə piksellə idi. Ölçünü piksellə verirdim ki, filan ölçü, filan ölçüyə. İndi tutaq ki, santimetrlə verib. Deyir 4 santimetrin 3 santimetrə. Bizi qəbulda yoxdur, mən sınağa salmışam, bir dəfə bundan baxın. Deyir 4 santimetrin 3 santimetrə ölçülü şəkildir. Və deyir ki, hər 1 santimetrə 256 piksel düşür. Və 64 rəng çalarına malikdir. Yaddaşı tap. Yaddaş bərabərdir, ölçü vurulsun en bit sayı. Bu ölçü də bilir ki, piksellərin sayıdır. Biz pikselə vura bilərik. İndi onda mən bunun ölçüsünü pikselə çevirməliyəm. Deyir ki, hər santimetrə 256 piksel düşür. Düzdür? 3 santimetrdirsə və hər santimetrə 256 piksel düşürsə, bunun bu tərəfinin ölçüsünü tapmaq üçün nə edəcəm? 3-ü vuracam 256-ya. Burasını piksellə xarakterizə elədim. İndi bu tərəfini də piksellə tapmaq istəyirəmsə, buradan burada 4 santimetrdir və hər santimetrə 256 piksel düşür. Buradan 256-ya. 4-ü vururam 256-ya. Qısaca onda ölçümüz nə olur? 3 vurulsun 256, bu bir tərəfin ölçüsü piksellə. Bunu da vurmalıyam, 4 vurulsun 256-ya. Bu da digər tərəfin piksellə ölçüsü. Vurulsun, 64 rəng çaları var isə hər rəng 6 bit. Burada ən böyük problem uşaq nə edir? Götürür, yazır ki, 12 vurulsun 256. Deməlim, 3-ü 4-ə vurdum, o da vurdum 256-ya da. 12 santimetr mi? Uşaqlar, eyni 4, onda 256-ın kvadratına vurmalısın. Yəni, bir dənə də 256-ya vurmalısın. Çünki sən hər tərəfin pikselə çevirirsən. Bu tərəfi də, bu tərəfi də. Aydındır. Başa düşdünüz? Bəli, müəllim. Məndə internet getdi, indi getmə. Sənin şikayətin yazsız çıxdı mən. Hə, hardan çıxdın? Şikayət elə 64-ü yazsız, internetdən elə bir atdı. Buradan? Bəli. Hə. Deyir ki, 3-ün 4-ə şəkildir və hər 3-ün 3 santimetrin 4 santimetrə şəkildir. Və deyir ki, hər 1 santimetrə 256 piksel düşür. Mən onda məcburam ki, bunun hər tərəfini pikselə çevirim. Çünki mən pikselə hesablayıram məsələn. İndi 3 santimetrdir, 4 santimetrdir. Hər tərəfini pikselə çevirirəm. Buradan bura hər 1 santimetrə neçə piksel düşürdü? 256 piksel. 3 santimetrdirsə 3-ü vururam 256-ya, buranın pikselin sayını tapdım. Buradan da 4 santimetrdir. Buranın da pikselin sayını tapmaq üçün 4 santimetre vurdum 256-ya ki, buranın pikselin sayını tapdım. Hər santimetrə 4 piksel, 256 piksel düşür. Onda yaddaş ölçümüz nə qədər olacaq? 3 vurulsun 256, bu bir tərəfin ölçüsü. Vurulsun, digər tərəfin ölçüsü nədir? 4 vurulsun 256. Ölçüsün, vuracaqsan 64 rəng çalanma isə hər rəng 6 bit. Hə, bildim. Çox sağ olun. Sən sağ. Bu hər santimetrə 256 piksel özü verir də, hə? Yoxsa Hə, o deyəcək də yəni. Neçə verir, versin. İndi belə bir şey. Deyir ki, eyni ölçüsü eyni olan şəklin rənglərinin sayını 1024-dən 32-yə azaldı. Şəklin həcmi neçə dəfə azaldı? Və aşağılar ölçüsü eyni qalır və buradakı rənglərin sayını 1024-dən 32-yə azaldıblar. Deyir şəklin ölçüsü, həcmi neçə dəfə azalar sizcə? 5 dəfə. 5 dəfə. Necə oldu? Məncə 2 dəfə. 2 deyən kimdir o? Afərin. Necə tapdın? Necəsində Çünki deyirsən? 1024 2 üstü 10'dur, 32 2 üstü 5'dir. Ondan 5'e 2 dəfə azaltdıq. Tamamilə doğru. Doğru. Yəni biz vuranda uşaqlar mbit sayına vururuq. Çünki yaddaşımız nəyə bərabərdir bizim?
ölçü vurulsun mbit sayı. Düzdür uşaqlar? Sən bəzən uşaqlar 1024'ü bölür 32'ye. Uşaq 1024'ü 32'ye bölməlidəysən. Sən rəng çalarına vurmursan ki buranda. Mbit sayına vurursan. Ölçüsü deyir eynidir. Ölçüsü eynidir. Və deyir rəng çalarının sayı 1024'dən 32 azaldır. 1024 ise bunun hər rəngi neçə bitdir? 10 bit. Vuranda 10 bitə vuracaqsan. 32 rəng çalarıdsa hər rəng neçə bitdir? 5 bit. Vuranda burada 5 bitə vurasın. Mbit sayına vurursan yaddaş tapmaq üçün. Və 10'dan 5'ə neçə dəfə azalmış oldu? 2 dəfə. Kimə aydındır? Hamı başa düşdü. Çox gözəl. Gəldi uşaqlar indi bizim audio məsələmizə. Audio məsələsi necə olur? Deyir ki 16 bit və ya 44 kHz yüksək keyfiyyətli (32 saniyəlik) audio fayl yaddaşda neçə kilobayt yer tutar? İndi uşaqlar, audio məsələsində həmişə 3 dənə qiymət olur, 3 dənə parametr olur. Bunların da üçünü bir-birinə vurursan, həmişə. Və ya yazılmağına baxmayın, həmişə belə yazılır. 16 bit və ya 44 kHz. O demək deyir ikisindən birinə vurursan. Hələ ikisinə də vuracaqsan. 16 bit vurulsun 44 kHz vurulsun 32 saniyə. Audio məsələsində 3 dəqiq qiymət olur, həmişə üçün bir-birinə vurursan. İndi uşaqlar, birinci olaraq biz kHz-dən keçməliyik hertzə. 1 kHz neçə hertzdir uşaqlar? Neynəməliyim, neçə vuraram? 1000. 1000. Ayzoda gedim 1024'ə vurmayın, o kilobaytda falan olur. 1 kilonun mənası hər yerdə demişik 1000'dir. 1 kilogram 1000 qram, 1 kilometr 1000 metr, 1 kHz-dən 1000 Hz-dir. Onda kHz-dən Hz-ə keçmək üçün 1000'ə vurmalıyam. Bunu bilməyən 1000'ə vurulmasın, əzbərdən yadda saxlasın. Həmişə kHz-lə verilir, həmişə audio məsələsində 1000'ə vuracaqsınız. Bax, kimsə unudursa elə şey bilmirsə, indi kHz adı nə deməkdir? Ümumiyyətlə, həmişə yadında saxlasın, audio məsələsində 1000'ə vurulur. Qeyd eləsin verir ki, həmişə 1000'ə vuracaq. Vurdum 1000'ə. Vurulsun uşaqlar. 32 saniyəsi. İndi yadınızda saxlayın bunu hersinizə. Vurulsun 32 saniyə. Üçüncü qaydamız var. Birinci qaydamız nə idi? 3 deyə qiymət olur, üçünü də bir-birinə vururam. Həmişə kHz-dən Hz-ə keçiririk, 1000'ə vururuq həmişə. Və audio məsələsində zaman həmişə saniyə ilə olmalıdır. Həmişə. Yəni, burada dəqiqə belə versə, sən onu məcbur saniyəyə çevirəcəksən. Hər bir halda saniyəyə çevirəcəksən. Video məsələsində məsələn deyirdim ki, uşaqlar, o aslıdır bizə nə verilib? Əgər kadr böl dəqiqə verilibsə, uşaqlar, kadr böl dəqiqə verilibsə, sən də zamanı dəqiqəyə çevirirsən. Saniyə verilibsə, saniyə. Yox, əgər uşaqlar, bizdə audio məsələsində isə söhbət elə bir şey yoxdur. Zamanı hər bir halda saniyə çeviririk. Bunun da ona görədir ki, uşaqlar, fizikadan hersin mənası 1 böl saniyədir. Hers saniyə üstü mənfi 1-də 1 böl saniyə. Ona görə zamanı həmişə saniyə çeviririk. Nəsə, hersin 1 böl saniyəsi adırsa lazımdır. Bir də bunu yadda saxlayın ki, zamanı həmişə saniyə çevirəcək. Onda nə olur? 16 bit vurulsun 44. Burada hersinə saniyə getirərək. 44 vurulsun 1000 vurulsun 32. İndi bundan da uşaqlar kilobaytı keçsəm, bölməliyəm uşaqlar 213-ə. 204, 205, elədir 209. 209 ilə 213 getdi. Qaldı 204, yəni 16. 16 ilə 44 getdi, 11, burada qaldı 4. 4 ilə də 1000 getdi, qaldı 250. 250 də 11-ə 2750 kilobayt.
Ədədi 11-ə necə tez vururlar? 10-a vur üstünə həmin şey gəlsin. Yaxşı. Daha tezi belədir. Qiymətləri kənara yaz, ortasına cəmin yaz. 2, 5-i kənara yaz, ortasına cəmini yaz. Nizam müəllim bilmir, ona görə dedim ki, bəs bilmir. Öyrətməyim. Hə, sayıram uşaqlar. Bu belə. Bu oldu audio məsələsi. Kimin sualı var bura qədər? Başa düşmədiyi. İndi uşaqlar, audio məsələsində əgər məsələnin sonunda stereo kanallı yazarsa, aldığın cavabı 2-yə vurursan. Bax, stereo sözü yazılıbsa, aldığımız cavabı 2-yə vururuq. Stereo kanallı da aldığımız cavabı 2-yə vururuq. Stereo 2 kanallı deməkdir uşaqlar. Yəni, həm səsi daxil edir, həm səsi xaric edə bilir. Və kolonka falan alanda uşaqlar, ona baxa bilərsiniz. Əgər üstünə, kolonkanın üstünə heç nə yazmayıbsa və ya monokanallı yazıbsa, birinci o şeydir. Ancaq çölə səsi xaric edə bilir. Kolonka funksiyası var. Yəni, mikrofon funksiyası yoxdur, içinə səs daxil edəmirsən. Amma aldığın alətin üstünə stereo kanallı yazıbsa uşaqlar, o deməkdir ki, o həm kolonkadır, həm səsi çölə xaric edir. Həm də mikrofonu var, səsi daxil edir. Aydındır. Qısaca, stereo kanallı yazılıbsa, məsələnin sonunda aldığın cavabı 2-yə vurursan axırda. Kimin sualı var buna dair? İndi uşaqlar, necə ki, simvolların kodlaşdırmasında ASCII Unicode var idi, rənglərdə RGB, SMYK var idi. Eləliklə audio məsələsində də konkret sistemlər var ki, 16 bit və ya 44 kHz. Yüksək keyfiyyətli. Səkkiz bit və ya 5.5 kHz isə aşağı keyfiyyət. Bunlar konkret standartdır uşaqlar. Yəni, bu əzbərdən bilməlisiniz. 16 bit və ya 44 kHz yüksək keyfiyyət, 8 bit və ya 5.5 kHz aşağı keyfiyyət. Yəni, sabah səhər sual salıb, birbaşa yazıb ki, aşağı keyfiyyətli 10 saniyəli audio fail yaddaşda nə qədər yoxdur? Aşağı keyfiyyət yazıbsa, sən özün bilməlisən. 8 bitli 5.5 kHz. Onda 8 bit vurulsun 5.5 kHz, vurulsun 10 saniyə. Yüksək keyfiyyətli 16 bit və ya 44 kHz. Aydındır. Audio məsələsi haqqında bu qədər. Kimin sualı varsa buyurun versin. İndi gəlirik uşaqlar bizim rəng modellərimizə. Burada RGB, SMYK rəng modelləri var. RGB, SMYK rəng modelləri var. Və bunların hərəsinin kod sistemi var uşaqlar. Birinci başlayırıq RGB-dən. Hərəsinin özünün kod sistemi var uşaqlar. Birinci başlayıram RGB-dən. RGB, Red, Green, Blue. Yəni uşaqlar, qırmızı, yaşıl, mavi, düzdür? Və demişəm ki, RGB sistemində hər bir dənə rəng hərəsi neçə bit idi? 8 bit, 8 bit, 8 bit, 8 bit, 24 bit edirdi, düzdür? İndi uşaqlar, və biz də bilirik ki, 8 bitlə kodlaşdırıla bilən ən böyük ədəd 255-dir. Çünki 256 dənə kodlaşdıra bilirsən, 8 bitdən, 208, 256. Ədədlər də demişəm, sıfırdan başladığına görə bir də az da bitir də. Sıfırdan 255-ə qədər olur da. 256 edir də, o sıfırdan 255-ə. İndi uşaqlar, ən böyük 8 bitlə də ən böyük 255-dir. İndi mən redin kodunu almaq istəyirəm, yəni qırmızı rəngin kodunu. İndi sizdən soruşuram, bax, qırmızı rəng, mənə deyirəm ki, məsələn üçün, sən mənə qırmızı rəng ver. Qırmızı rəngi vermək üçün uşaqlar, içinə yaşıldan, göydən nəsə qatarsınız, yoxsa yox? Xeyr. Xeyr, ayso. Onda greenlə blueya 0 yazıram ki, bunları götürmə. Qırmızı rəngi olması da maksimum, qırmızının maksimumu 255. 255, 0, 0. Bu qırmızı rəngin kodu.
Əgər səndən green rəngi istəyirəmsə, greenin kodu olacaq nə? Green 255, qalanlar olacaq 00. Səndən bulunu istəyirəmsə, bulu olacaq 255, qalanlar olacaq 00. Kodların qabağında həmişə DS işarəsi olur. Mən 8 256-da ona görə 255 qoyuq da. Bəli, 0-dan 255-ə dedik də. Hə. 8 bitin ən böyük rəqəmi onluq sayı sistemi ilə 255-dir. İndi uşaqlar, bunu 16-lıq sayı sistemi ilə də göstərmək olur. E, C, B. Bunu 16-lıq sayı sistemi ilə də göstərmək olur uşaqlar. Mən indi 16-lıq sayı sistemi göstərəndə bunu çevirməliyəm 16-lığa. 255 16-lıqda FF edir onsuz da. FF. FF eləmiş olur 255 uşaqlar 16-lıqda. Yəni istəyirsən 16-ya bölə-bölə get. Bu 10-luqdadır da. 255-i böl 16-ya görəsən ki, FF alınır. Və uşaqlar, FF bunlar da olacaq 00 00. Bu redin kodu. Niyə 2 deyə 0 yazıram uşaqlar? Çünki 16-lıq sayı sisteminin hər simvolu neçə bitdir? 4 bit. Burada da hər rəng neçə bitdir? 8 bit. 8 bit olması üçün 4 bit, 4 bit. 2 dənə yazmalıyam da məcbur. 8 bit eləsin. İndi uşaqlar, green'i soruşursa, green'də necə olacaq? Green olacaq FF, bunlar olacaq 00. Bulunu da soruşursa, bulu olacaq FF, bunlar olacaq 00. Burada nə aydın olmadı? Yüzdə kodların təvəzzülə redin kodudursa FF 0000. Green 00, FF 00. Gəlir uşaqlar SMYK-ya. SMYK özü də uşaqlar RGB-dən alınır. SMYK özü də RGB-dən alınır. Bizdə uşaqlar SMYK özü də RGB-dən alınır. Və uşaqlar, birinci SMYK özü də dediyim kimi RGB-dən alınır. Birinci buradan gəlirəm K-nı tapıram. K. Yəni Black-in K-sıdır bu demişik. Black-in K-sı, qara rəngin kodu. Qara rəngin uşaqlar kodunu tapmaq üçün, deyin görün mənə, qara rəngi almaq üçün bütün rəngləri bir-birinə qatışdırarsınız, yoxsa heç bir rəngi götürməzsiniz? Qatışdırarıq. Bax, belə deyək Rafi. Belə deyim Rafi, evə gedəndə işığı yandıranda qaranlıq olur, söndürəndə? Söndürəndə. Onda deməli, bütün rəng sistemini nə etməliyəm? Götürməməliyəm ki, ləğv eləməliyəm ki, bizə qara rəng alınsın. Və bizə Einstein adlı aləmiz olub da, o da qayıdıb deyib ki, ümumiyyətlə, qaranlıq deyilən bir anlayış yoxdur, qara rəng anlayışı yoxdur. Sadəcə rəngin olmamağı, yəni işığın olmamağı var. İşıq sistemi olmayanda qaranlıq olur onsuz da. Onsuz da heç bir rəngi götürməsən, bizə avtomatik olaraq qara rəngin kodu olmuş olur. 00, 00, 00. Bu da red, green, blue deyə uşaqlar. RGB-dir də yəni. 16 sayı sistemini göstərişdir onun. Bəli, bəli, bəli. İndi uşaqlar, ağ rəngi istəyirsə, 3 rəngin 3-ünü də bir-birinə qatsan, sənə ağ rəngin kodunu vermiş olur. FF, FF, FF. Və bu 3 rəngin, red, green, blue'nun 3-ünü də bir-birinə qatsan, sənə avtomatik olaraq ağ rəngin kodunu vermiş olur. Kimə aydındır desin? Ha, başa düşdü. İndi gəlirəm bu SMY-ni almağa. SMY özü də uşaqlar RGB-dən alınır. Kompüterimizdəki bütün rənglər onsuz da uşaqlar SMY-ni almaq istəyirəm uşaqlar. SMY. Bunun üstünə RGB-də yazsam. Çünki bunlar özü də RGB-dən alınır uşaqlar. Bax, bax, bax. SMY özü də RGB-dən alınır. Red, green, blue'dan. Burada isə RGB-nin əksinə hansını soruşursa o olur 00, digərləri olur FF. Yəni, məndən siyanın kodunu soruşursa siyan rəngin kodu. Bu bir də siyan, magenta, yellow. Bir dənə də yazırsaq, siyan rənginə A1 rəngi də deyilir, AB. AB rəngi də deyilir, siyan, AB eyni rəng. Magenta bir də yellow. Bax, uşaqlar, məndən siyanın kodunu soruşursa, hansını soruşursa o olur 00, digərləri olur FF. Siyanın kodunu soruşursa, siyan 00, digərləri FF. Magentanı soruşursa uşaqlar, magenta olur 00, digərləri olur FF.
Yellow'nu soruşursa uşaqlar, yellow olur 0-0, digərləri olur FF. Hansını soruşursa o olur 0-0 uşaqlar. Digərləri olur FF. Aydındır bu. Kodu. Bəli, Ama bəli. uşaqlar, burada 0-0, burada var. Məsələn, siyahının kodu deyirəm nədir? 0-0, FF, 0-0, FF, FF. 0-0, FF, FF. Burada uşaqlar, Magenta yellow'un qarşılığından alınmayıb bu siyah rəngi. Siyah rəngi uşaqlar, buna paralel qaldırın. Deyirəm, RGB'dən alınır bunların hamısı. Və onun üçün yazmışam üstünə buna. Bax, siyah rəngi o deməkdir ki, uşaqlar. Görək FF hansılardır? Bax, green ilə blue. Bax, paralel düşün. Bax, green ilə blue FF'dir. Yəni, green ilə blue'un qarşılığından, yaşılla mavinin qarşılığından siyah rəngi alınır. Yəni, qırmızını götürmürəm. Green ilə blue'nu bir-birinə qarşılasam, siyah rəngi verir. Bax, magenta rəngi. Magenta rəngində neyi götürmürəm? Green'i götürmürəm. Nələri FF'dir? Red ilə blue. Red ilə blue'nu bir-birinə qarışdırsam, qırmızı ilə mavini bir-birinə qarışdırsam, bizə verəcək magenta rəngi. Yellow rəngi neyin qarşılığı? Bax, blue'nu götürmürəm. Yaşılla sarını, qırmızını bir-birinə qarışdırsam, bizə verəcək sarı rəng. Başa düşürsünüz? Bəli, müəllim, başa düşdüm. Yəni, bu, buradan paintdən də görə bilərik, bax. Heç bir rəngi götürməsəm, hamısı 0 və qara rəng verir. Hamısı 255 olsa, olacaq ağ rəng. Uşaqlar, ancaq qırmızıyı saxlasam uşaqlar. Bax, qırmızı 255-də qırmızı rəng aldım. Green'i 255 versəm, yaşıl rəng. Blue'nu 255 versəm, göy rəng. İndi uşaqlar, bax, məsələn üçün. Red ilə blue'nu qatışdırıram. Bizə verəcək magenta rəngi. Magenta, ortadakı magenta rəngini vermiş olacaq. Əgər qırmızını 0 eləyib, green'i 255 eləsəm, bizə verəcək siyan rəngi. Yaşılla blue'nu qatışdırdım, qırmızını götürmədim. Yox, əgər qırmızı ilə yaşılı qatışdırıb, blue'nu götürməsəm, olacaq sarı rəng. Aydındır. Aydın. Bəli. Bu qədər. Sonra nə deyəcəkdim? Bundan sonra uşaqlar, bunu da elə düz. İndi belə bir şey var. Bizə deyir ki, məsələn üçün, ağ rəng çıxılsın uşaqlar, məsələn üçün, yaşıl rəng. Bizə hansı rəngi verər? Mən bilirəm ki, ağ rəngin kodu nədir uşaqlar? FF, FF, FF. Yəni, üçün də bir-birinə qatışdırılır. Hamısını götürəndə olur ağ rəng. Yəni, red, green, blue'nu götürəndə bizə verir ağ rəng. Nəyə çıxıram? Ağdan nəyə çıxıram uşaqlar? Yaşılı. Hansı rəngi çıxıram? 255 çıxır. Bəli, green'i çıxıram. Green'i çıxıramsa bu olur nə? FF. FF-dən çıxıram bunu, olur 0-0. Bax, green'dən götürdüm, yaşılı götürdüm buradan, çıxdım yaşılı. Oldu 0-0. İndi uşaqlar, FF, 0-0, FF. Kimin kodudur? Magenta. Bax, green'i götürmürəm. Red ilə blue'un qarşılığından nə alınır bizə? Magenta. Yəni, bu magenta rəngidir.